Doktor, ev işləri gördüyüm zaman başım gicəllənir. Bu yorğunluq səbəbindən ola bilərmi? Bəli, ev işləri gördüyümüz zaman yaranan baş gicəllənmə yorğunluq səbəbindən, susuz qalma səbəbindən, eyni zamanda arterial təzyiqin düşməsi səbəbindən ola bilər. Baş gicəllənmə əgər əyilib qalxdığımız zaman baş verirsə, bu arterial təzyiqin oynaması ilə bağlı yaranan baş gicəllənmədir. Və yaxud da ki, səhər durub qidalanmadan, maye qəbul etmədən iş görməyə başlayırıqsa, bu zaman yaranan baş gicəllənmə susuzlaşma və eyni zamanda qan şəkərinin düşməsi səbəbindən yaranır. Baş gicəllənmənin digər səbəbi isə qadınlarda daha çox rast gəlinən qan azlığı ilə bağlı olan baş gicəllənmədir ki, bu zaman pasiyent hərəkət etdiyi zaman, yəni əyilib qalxdığı zaman gözündə qara nöqtələr sayrışmağa başlayır. Digər bir səbəb isə boynu önə əyili vəziyyətdə davamlı şəkildə saxladıqda, onda bu zamanda boyun əzələləri gərginləşir və nəticədə baş gicəllənməyə səbəb ola bilir. Sizin də bu cür şikayətləriniz varsa, bunu ötüb keçməyin. Vaxtında həkim nevroloqa müraciət edib müalicə alın.